Mingəçevirdə Novruz bayramı böyük təntənə ilə qeyd olunub. Şəhərin Səməd Vurğun meydanında baş tutan tədbirdə icra başçısı, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Mingəçevir Bələdiyyəsinin idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin şəhid ailə üzvləri, 1-ci və 2-ci Qarabağ müharibəsinin veteranları iştirak edib. Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Novruz bayramı münasibəti ilə təbrikini çatdırıb və qeyd edib ki, Prezident İlham Əliyevin başçılığı ilə milli ordumuz torpaqlarımızı düşməndən azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Bu, Azərbaycanın uzun illərdən sonra qazandığı qələbənin, zəfərin təntənəsidir. Bugünkü gündə bu Azərbaycan xalqımız Novruz bayramını qeyd edir. Bunda şəhidlərimizin də əməyi var. Allah Azərbaycan xalqını hər daim sevindirsin. Dünyada yaxşı nə var, onu arzulayıram. Firavan yaşasınlar. Bu Azərbaycan xalqı hər daim rahat belə, həm də daim bayramlar içərisində olsunlar. Sonda şəhər rəhbəri bayram münasibəti ilə təşkil edilən sərgiyə baxış keçirib. Rahim Məmmədov bugün informasiya proqramı üçün.